Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli, amma ba'd. Deməli biz keçən dərs danışdıq. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını öyrənmək, siyəri öyrənmək, tarixi öyrənmək bizə nələr qatacaq? Bunlardan bəhs etdik. Bu günləri danışacağımız, bəhs edəcəyimiz məsələ, biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə gəldiyi zaman yer üzərində şirk var idi. Amma həmin o şirk toplumu həniflikdən gəlmə bir toplum idi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyi zaman həmin o Məkkənin ki ətrafında 360 büt var idi. Bunun bir öncəsi var, bir müqəddiməsi var. Yəni bu bütlər necə ola bilər ki, həniflik İbrahim əleyhissələmin qoymuş olduğu, İsmail əleyhissələmin qoymuş olduğu həniflik necə ortadan qalxdı? Bu mühümdür. Bunu bilmək önəmlidir. Nəyə görə önəmlidir? İnşallah onu birazdan zikr edəcəm. Bilirsiniz, İbrahim əleyhissələmə Allah Azza və Cəllənin əmri ilə Həcər anamızı və İsmail əleyhissələmi gətirir, səhranın ortasına qoyur. Və səhranın ortasına qoyub getdikdə çöllükdür, heç bir şey yoxdur, quraqlıqdır. Həcər anamız İbrahim əleyhissələm gedəndə ondan soruşur ki, ey İbrahim, bizi burada kimə buraxıb gedirsən? İbrahim əleyhissələm rəvayət edilir ki, üzünü çevirib Həcər anamıza baxmır. Bir də soruşur, ey İbrahim, bizi bu səhrada buraxıb, bizi bu düzdə buraxıb hara gedirsən? Bir də soruşanda ən son Həcər anamız deyir ki, de görüm, deyir, sənə bunu Allah mı əmr etdi? De görüm, deyir, bunu sənə Allah mı əmr etdi? Yenə İbrahim əleyhissələm geri çönüb baxmadan bunun Allahın əmr etdiyini, Allah Azza və Cəllənin əmr etdiyini bildirir. Onda Həcər anamız deyir ki, get, şübhəsiz ki, Allah bizi zayi etməyəcək. Burada bizim alacağımız bu qissədə 2 dənə mühüm dərs var. Birincisi, elm əhli deyir ki, diqqət etdinizsə deyir, Allah Azza və Cəllənin əmrlərini yerinə yetirdiyin zaman sənə mütləqdir ki, kənardan səslər gələcək. Və o kənardan gələn səslərin ən ağırı ailədir. Yəni, insan Allah üçün bir əməl eləmək istədiyi zaman, bir addım atmaq istədiyi zaman, bir işə qoyulduğu zaman insana gələn səs və ən ağır səs insanın ailəsidir. Və İbrahim əleyhissələmin etmiş olduğu bu şeydə böyük bir ibrət var deyirlər. İbrahim əleyhissələm dönüb arxaya baxmır. İbrahim əleyhissələm dönüb arxaya baxmır. Və deyirlər ki, arxaya baxmaq insanın ayağını büdrətən ən böyük amillərdəndir. Yəni, bir insan ki, çönüb arxaya baxdı, əhlinə baxdı, uşağına baxdı, zövcəsinə baxdı, o insanın büdrəməsi labüddür. Yəni, qaçınılmaz bir şeydir. Ancaq Allahın rəhm etməsi istisna. Bu, bizim alacağımız İbrahim əleyhissələmin geri çevrilib baxmamasından birinci dərs. İkinci alacağımız burada dərs nədir? Həcər anamızın get şübhəsiz ki, Allah bizi zay eləməyəcək deməsi. Biz baxırıq, Allaha Azza və Cəlləyə elə bir şəkildə Həcər anamız təvəkkül elədi ki, nə o gün, nə də ondan sonra bu günə qədər Allah Azza və Cəllə onu zay etmədi. Yəni, Allaha etmiş olduğu təvəkkülün sonucunda o gün nə baş verdi? Hamınızın bildiyi üzərə Allah Azza və Cəllə zəmzəmi yetirdi. O gün insanlar gəldilər, o zəmzəmin ətrafına toplandılar və həmin o zəmzəmin sahibi Həcər anamız idi. Həcər anamız onlara izin verdiyi zaman o sudan istifadə edirdilər. Həcər anamız onlara izin verdiyi üçün onlar orada yaşamağa başladılar. Bu Allah Azza və Cəllənin o anda Həcər anamızın Allaha etmiş olduğu təvəkkülün o anda ona vermiş olduğu mükafatdır. Və sonra biz baxırıq, günümüzə baxırıq. Bu günləri insanlar gəlirlər, Səfa və Mərvə arasında gedib gəlirlər, düzdür? Həmin bu Səfa Mərvə arasında gedib gələn insanlar bəlkə də elə bir insan olmur ki, orada Həcər anamızı yad etməsin. Mütləq gedib gələn insanlar öz aralarında Həcər anamız haqqında danışırlar. Təsəvvür elə ki, bu Allah Subhanahu wa Ta'ala'nın quluna bu dünyada vermiş olduğu mükafatdır ta qiyamət gününə qədər. Yəni, ta qiyamət gününə qədər insanlar Həcər anamızı yad edəcəklər. Onun Allaha olan təvəkkülünü, yəni düşünün, yəni səhradır, quraqlıqdır, heç bir şey yoxdur. Yəni, sənin o günləri bəlkə aclıqdan ölüb yox olma ehtimalın zahiri səbəblərə baxdığımız zaman çox yüksəkdir. Fəqət Allahın qoruması, Allahın izzətləndirməsi, Allahın səni himayə etməsi səni bax gətirdi 1500 il sonra hələ də insanlar
gedib gəldikləri yerdə, dünyanın hər bir tərəfində Həzər anamızdan danışırlar, onun Allaha olan təvəkkülündən danışırlar və s. Onu xeyirlə yad edirlər. İndi təsəvvür edin ki, bu Allahın Həzər anamıza dünyada olan mükafatıdır. Axirət mükafatını isə heç kim təsəvvür edə bilməz. Yəni, əgər dünyada səbrin sonucu, dünyada Allaha təvəkkül etməyin sonucu, bəhrəsi budursa, Allah Subhanahu wa Ta'ala'nın Həzər anamıza cənnətdə nələr hazırladığını isə Allah Azza və Cəllədən başqası bilə bilməz. Bu bizim İbrahim əleyhissələmin qissəsindən alacağımız iki dərsdir. Və İbrahim əleyhissalam bildiyiniz üzrə orada tikmiş olduğu Kəbə evini tikir. Və insanların bu həniflikdən sonra İsmail əleyhissalam böyüyür, ora gəlib yerləşən insanlarla evlənirlər, onlarla aralarında münasibət olur, dəvət edir onları, tabe olurlar. Bu şəkildə həniflik yayılır. Fəqət bizə lazım olan bu qissədə, bizə lazım olan bu məqamda necə oldu ki, həniflik pozuldu? Təsəvvür edin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin o Kəbənin ətrafına gəldiyi zaman həniflik, tək Allaha qulluqdan insanlar 360 dənə büt düzəldəcək vəziyyətə gəldilər, çıxdılar. Burası çox mühümdür. Biz baxırıq, həmin o insanların azma səbəbi nə idi? Məsələn, siyər kitablarına baxdığımız zaman fərqli səbəblər zikr ediblər, fərqli. Fəqət bu səbəblərin içərisində mənim ən çox diqqətimi çəkən 2-3 məsələ oldu. Birincisi, deyirlər ki, o dönəmdə insanlar bir yerdən başqa bir yerə ticarət etmək üçün gedirdilər, səfərə gedirdilər. Və səfərə getdikləri zaman həmin o Kəbədən bir daş alırdılar və özləri ilə gedəndə aparırdılar və onun ətrafında təvaf edirdilər. Deyirdilər ki, biz bunu eləyirik ki, bizə Allah'a xatırlatsın. Və bunu edə, alimlər deyirlər ki, onların qəlblərində daşa olan məhəbbət artdı. Daşa olan sevgi artdı. İkincisi, adamın biri deyir ki, mən bir gün təvaf etdiyim zaman yanımda olan yaşlı bir adamın, hətta bəzi təfsirçilər deyirlər ki, həmin kimsə şeytan, yaşlı bir insanın simasında olan şeytan idi. Təvaf etdiyi zaman deyirdi ki, ya Rabbi, sənin şərikin yoxdur, ancaq bir şərik istisna. Sənin şərikin yoxdur, bir şərik istisna. Yanında olan adam deyir ki, mən söndüm, ona dedim ki, bu nə cümlədir sən qurursan? Yəni, sənin heç bir şərikin yoxdur, bir şərik istisna. Onda həmin adam dedi ki, yəni daha doğrusu şeytan yaşlı bir insanın cildində həmin insana deyir ki, o zaman sən bu sözü də ona artır ki, sən, ya Rabbi, o sənə şərik olanın da Rəbbi sənsən. Baxın, necə qarışıq bir cümlədir. Yəni, ya Rabbi, sənin heç bir şərikin yoxdur, bir dənə şərik və sonra onu düzəltmək üçün və ətrafda olanların təpkisini almamaq üçün sən onun da Rəbbisən. Yəni, qarışıq cümlə. O, bəzən olur, insan elə bir cümlə qurur ki, baxırsan ki, bu cümləni niyə qurursan ki? İslamda belə bir cümlə var, yoxdur. Və yaxud da elə bir şəkildə dua edir ki, bidətdə elə bir dua eləmək olmaz. Amma içəriyinə gülürsən, sənə başlayır demək ki, orada nə var ki, həmin o insanların təpki vermiş olduğu şeydə fitrət bunu qəbul eləmir. O batil olan şeyi, istər batil bir əməl, istər batil bir olan söz, insanın ağzından çıxdığı zaman fitrət nə etmir, bunu qəbul eləyə bilmir. Ona görə həmin o şeyə təpki verirdilər. Və sonra zaman içərisində bir müddət keçəndən sonra o daşı götürüb başqa bir yerə aparmaq, həmin o sözləri dəyişmək, sözləri təhrif eləmək və son aşama nə idi? Həmin o şeyə insanları dəvət etmək. Dəvət edirdilər ki, belə eləyin. Həmin bu daşlara özünüzlə aparın. Həmin bu ləfizləri istifadə edin. İnsanlar arasında bu şeylər yayılmağa başlanandan sonra son aşama insanları şirkə dəvət etmək oldu. Və bu bidətlə başlayıb məsələnin şirklə bitməsidir. Məsələnin bidətlə başlayıb şirklə bitməsidir. Yəni, ilk başda insanlar bunu Allaha yaxınlaşmaq üçün elədilər, o daşı aparıb başqa bir yerə aparmağı. Sonra Allah Azza və Cəllə onların o daşa olan məhəbbəti, daşa olan sevgisi, onlarda bütpərəstliyə qədər getdi, onlar özlərinə 360 dənə büt düzəltdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyi zaman, hani o Məkkənin ətrafında, Kəbənin ətrafında 360 bütü görən Peyğəmbər, onları yıxan Peyğəmbər, onları oradan aşama təmizləyən Peyğəmbər, diqqət edin. Aleyhissalatu vesselam
gəlmiş olduğu toplumu, indi bu anlatacağım şeylər bizə bəzi hədisləri də eyni zamanda açıqlamış olacaq. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sahabəyə, ey Əmr deyir, günəş çıxdıqda və batdıqda namaz qılma. O saatda deyir, günəş şeytanın iki buynuzu arasından çıxar və batarkən də eyni şəkildə və kafirlər o saatda ibadət edərlər, səcdə edərlər. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu xəbər verdiyi toplum, əshab, əbədən başını səcdəyə qoyanda şeytanın buynuzunu təsəvvür edib səcdə edə bilməz. İnsan düşünür ki, bəzən hətta bunu günümüzdə də insanlar verirlər. Niyə görə? Hikməti nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm gəlmiş olduğu toplumu bilir və qorxur ki, aleyhissalatu vesselam zahirdə müşriklərlə bənzəmək onların qəlblərini bir-birinə bənzədər. Zahirdə onların bənzəməsi, onların qəlblərinin bənzəməsinə səbəb olar. Yenə biz baxırıq Peyğəmbər sallallahu aleyhi və səlləm xatibin biri aleyhissalatu vesselamə deyir ki, sən və Allah diləyərsə, sən və Allah dilədikdə, onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sənin demiş olduğun bu söz necə pis bir sözdür deyir. Sənin demiş olduğun bu söz necə pis bir sözdür. Yəni, normalda heç bir müsəlman Allah diləyərsə və sən diləyərsəndən məqsəd, murad bu deyil ki, Allah diləsin, sonra sən onayla, sonra sənin onayından sonra baş versin. Bu deyil. Fəqət baxırsan ki, Peyğəmbər sallallahu aleyhi və səlləm elə bir şəkildə qəzəblənir, elə bir şəkildə təpki göstərir ki, sanki insanlar Allahdan başqasına ibadət edirlər. Sanki insanlar Allahdan, Allah azza və cəllədən başqa bir şeyə insanları çağırırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm necə bundan şiddətlə çəkindirir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bilir ki, gəlmiş olduğu o toplum hənifliyin pozulması, həniflikdən insanların çıxıb 360 dənə bütə qədər gəlməsi elə belə deyildi. Onlar birdən-birə bir gecə hənif yatıb, səhərsi gün müşrik qalxmadılar. Bir gecə hənif yatıb, ondan sonra qalxıb bütlərə ibadət eləmədilər. Onlar aşama-aşama gəldilər. Onlar bir şeyləri ilahlaşdırdılar. Onlar bir şeylərə, daşa, ağaca, bəzi kəlmələri təhrif edərək yavaş-yavaş, aşama-aşama gəldilər. Ondan sonra 360 dənə büt əmələ gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləm tək o zaman üçün, tək o məkan üçün deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm irəliyə doğru insanların pozulacağından, irəliyə doğru insanların həlak olmağından aleyhissalatu vesselam qorxurdu. Ona görə də bizim bəzən bu anlamadığımız hədislər ki, yəni bir müsəlman zaten bu niyyətlə etməz. Bir müsəlman bu niyyətlə bu əməli eləmir kimi şeylər doğru deyil. Ona görə şəriət bir şey bizə əmr edibsə, mütləq onun altında yatan çox əzəmətli, çox böyük mənalar var, çox böyük hikmətlər var. Bu öyrənmiş olduğumuz şeylər bizim üfqümüzü ona görə açır. Bu öyrənmiş olduğumuz şeylər qarşımıza bir şey çıxanda və yaxud da məsələn bu günləri sən gedib hər hansısa bir alimdən soruşursan, düzdür? Sənə cavab verir ki, olmaz. Həmin o elm əhli, alim, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını gözəl bilir. Allah Rasulü aleyhissalatu və sələmin harda olar, harda olmaz deməsini yaxşı bilir. Ona görə işin əhli olan insanlar, elm əhli olan insanlar, hətta sən bəzən düşünə bilərsən ki, bu olmaz deyil daxı bunun cavabı. Niyə olmaz dedi? Çünki bir öncəsini, bir sonrakini görür. Bir sonrakini görür ki, sən adama fərqli bir cavab versən, onun qapısı açılacaq. Ona görə şəriətdə belə bir şey var. Zərərin qarşısını bağlamaq, harama aparan yolu bağlamaq, küfrə aparan yolu bağlamaq, şirkə aparan yolu bağlamaq. Həmin bu yolu bağlamaq elə belə bir şey deyil. Hətta ola bilsin ki, sən bir şey soruşarsan, sənə şiddətli bir cavab verilər. Halbuki o şiddətli veriləcək bir cavab deyildi. Niyə belə cavab verildi? Çünki elm əhli bir sonraki addımı görə biləcəyindən dolayı. İnsanlara gələn o şirki, insanlara gələcək olan o bidəti gördüyündən dolayı insanları şiddətlə çəkindirir. Eləmə deyir, olmaz deyir. Və bu bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun əshabının qoyub getmiş olduğu bir yoldur, bir metoddur. Bir şər gördüyün zaman, bir münkər gördüyün zaman, ola bilsin ki, o əməl münkər deyil. Ola bilsin ki, o əməlin adı o deyil. Amma ondan sonraki bir aşama həlak olduğundan dolayı sən o əsnada insanlara şiddətlə bunu çəkindirirsən. Baxın, bunun sahabədən örnək Peyğəmbər sallallahu aleyhi və səlləmin yetişdirmiş olduğu İbn Abbas radiyallahu anhu yanına bir gün bir adam gəlir. Adam öldürməyin hökmünü soruşur. Və səbəbi də İbn Abbas bilir. Niyə görə soruşduğunu, nə üçün maraqlandığını. İbn Abbas ona deyir ki, adam öldürmək küfürdür deyir. Adam öldürmək küfürdür. İbn Abbas adam öldürmək küfürdür deyəndə yanındakilərin də diqqətini çəkir. Və soruşurlar ki, ey İbn Abbas, adam getdikdən sonra,
Niyə dedin belə? Yəni niyə adama adam öldürməyin küfr olduğunu bildirdin? İbn Abbas radiyallahu anh deyir ki, sən deyir onun gözündə olan hirsi görmədin deyir. Mən onu deyir elə deməsəydim adamı öldürəcəkdi deyir. Mən ona elə deməsəydim adamı öldürəcəkdi. Deməli şəriətdə bir şeyin qapısını bağlamaq üçün deyilə biləcək sözlər var. Bəzən olur ki, avam insanlar bu şeyləri anlamırlar. Niyə olmaz deyir. Qardaşdan nə soruşuruq deyir olmaz. Nə soruşuruq deyir çəkinmək lazımdır. Səbəb nədir? Bilən adam bilir ki, insanlara bir şeyin qapısını açanda onun fəsadı böyük olur. O qapılar taybatay açılır və sonra insanları yığıb-yığışdırmaq olmur və beləcə halal, haram, şirk, iman isə şirk isimlənir. Bəs biz cahiliyyəni bildik, yəni hənifliyin pozulmağını bildik. Peyğəmbər sallallahu aleyhi və səlləmin insanları bu qədər önlərini bağlamağı, bu qədər məsələlərdən çəkindirməyini bildik. Bəs bunun bilməyin bizə faydası nədir? Yəni, tamam, bu qədər məsələ var ortada, cahiliyyə məsələləri var, cahiliyyəni bilmək var. Cahiliyyəni bilmək umumən, cahiliyyəni bilmək. Ömər radiyallahu anhunun məşhur bir sözü var, deyir ki, İslamın bağları deyir, bir-bir çözüləcək. Nə zaman? İslamda cahiliyyəni bilməyən bir nəsil yetişdiyi zaman deyir. Diqqət edin ifadəyə. İslamın bağları bir-bir çözüləcək. Nə zaman çözüləcək? O zaman ki, cahiliyyəni bilməyən bir topluluq yetişəcək. Yəni, bu günləri, məsələn, örnək verirəm, əksər gənc olan qardaşlar, müsəlman ailədə yetişib böyüyən qardaşlardırlar. Onlar cahiliyyəni görməyiblər, cahiliyyəni bilmirlər. Nə lazımdır onlara? Cahiliyyəni yaşatmaq lazım deyil. Cahiliyyəni onlara göstərmək lazımdır. Münkəri onlara göstərmək lazımdır ki, bax, bu cahiliyyədir, bu münkərdir, bu pislikdir. Allah Azza və Cəllə isə bizi o zülmətdən çıxardıb, nura çıxardıb. Allah Subhanahu və Teala isə bizi o qaranlıqdan, o çirkinlikdən, o mundarlıqdan izzətli yola salıb. Həmin o gənc nəslə bunu göstərmək lazımdır. Çünki cahiliyyəni bilməyən bir topluluq İslamın qədrini bilmir. Cahiliyyənin necə mundar bir şey olduğunu bilməyən bir adam bəzən cahiliyyəyə özənir. Məsələn, bu günləri çox şahid oluruq da, 18 yaşında, 20 yaşında oğlan uşağıdır və ya qız uşağıdır, böyüyüb, hiss edirsən ki, bunda cahiliyyə bir özləm var. Elə zənn edir ki, cahiliyyə həyatı gözəl bir həyatdır. Oranı özlüyür. O gözünü çevirib o cahiliyyə həyatına baxır. Fəqət işi bilən insanlar, cahiliyyəni görən insanlar şərri onlara anlatmaları lazımdır. Cahiliyyənin mundarlığını onlara anlatmaları lazımdır ki, ta ki o uşaqlar, o gənclər yetişdikləri zaman həmin o cahiliyyəyə düşməsinlər, o cahiliyyəyə özənməsinlər. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsi Huzeyfə radiyallahu anh deyir ki, insanlar Rasulullaha gəlib hər zaman xeyirdən soruşardılar. Mən isə deyir, Allah Rasulü aleyhissalatu və sələmə şərdən soruşardım. Mən isə deyir, aleyhissalatu və sələmə şərdən soruşardım, ta ki deyir, özümü də o şərdən qorumaqdan dolayı. Və biz dedik ki, cahiliyyəni bilmək bu səbəblə mühümdür. İnsan gələ cahiliyyəni bilsin, cahiliyyəni gənc olan nəslə tanıtsın, bildirsin ki, ta ki insanlar bu şeylərə düşməmiş olsunlar və cahiliyyədən də bərabərində iyrənmiş olsunlar. Və cahiliyyə demiş olduğumuz dönəm, həmin o Allah Rasulü sallallahu aleyhi və səlləmdən öncəki dönəm və bizim dönəmimiz. Yəni, əgər o gün cahiliyyəni bilmək mühüm idisə, o gün cahiliyyənin çirkindən danışmaq mühüm idisə, vallahi bu gün daha mühümdür ki, insanlara cahiliyyənin çirkini anladaq. Niyə görə daha mühümdür? Çünki o gün tarixə baxın, məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm gəlməmişdən öncəki dönəmlərə baxın, hər dönəmdə fərqli sapıqlıqlar var. Fərqli münkərlər var. Hər bir bəldənin, hər bir diyarın fərqli batilliyi olub, fərqli sapıqlığı olub, fərqli münkəri olub. Vallahi elə bir dönəmdə yaşayırıq ki, tarixdə gördüyün, şahid olduğun bütün münkərlər bizim dönəmimizdə var. Yəni, tarixdə nə qədər iyrənc şeylər varsa, bu dönəmdə hamısı cəm olub. Yəni, bəlli bir tarixdə, məsələn, tarixin bəlli bir dönəmində üzdən iraqlıq olub, düzdür? Və yaxud da tarixin bəlli bir dönəmində insanları alçatmaq, insanların malını, canını mübah görmək olub, qadınları zəlil duruma düşürmək olub, qadınlara bir əşya kimi baxmaq olub. Təsəvvür elə ki, indi o bütün münkərlər ki var, hamısı toplanıb gəlib bizim dönəmimizdə cəm olub, belə bir dönəmdə yaşayırıq. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm eyni zamanda bu hədis bizim kimi bu dönəmdə çətinliklər içərisində yaşayan insanlar üçün eyni zamanda bir təskinlikdir, bir rahatlıqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm əshabına deyir ki, sizin üçün səbir günləri var. O gün imanı qorumaq, əldə köz tutmaq kimidir deyir. Yəni insan, hətta alimlər bu hədisi şərh eləyəndə deyirlər ki,
közdə tutmaq elə bir şeydir ki, imanı qorumaq. Köz misalı niyə verilib? Yəni insan onu tuta bilmir, əli yandırır. Bir əlindən bir əlini atacaq, bir əlindən bir əlini atacaq. Yəni bu şəkildə oynaq bir vəziyyətdədir və o közü əlindən atmağa an məsələdir. Belə bir çətin dönəmdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən onlar 50 adamın etdiyi əcri alacaqlar. Hətta sahabə təəccüb edir, ey Allahın Rasulü, onlardan 50 nəfər yoxsa bizdən? Allah Rasulü aleyhissalatu vesselam deyir ki, sizdən. Yəni təsəvvür elə ki, bu günləri, bu dönəmdə yaşamaq, bu dönəmin çətinliklərinə səbr etmək, Peyğəmbər sallallahu aleyhi və səlləm müjdəsi var. Elə belə müjdə deyil. Bu dönəmdə çətinlik içərisində, yəni biz bəzən sahabələrə baxırıq, deyirik Allah onların dərəcəsini artırıb, Allah onlardan razı olub, onlar Allahdan razı olub. Onlarla biz necə eyni cənnətə girəcəyik? İşte bu şəkildə. İşte bu şəkildə onlarla eyni cənnəti Allah Azza və Cəllə bizim aramızda olan bu qədər uzun məsafəni, yəni onlar ən xeyirli yerdədirlər. Onlar ən xeyirli Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında yer alıblar. Bu din üçün etmədikləri fədakarlıq olmayıb. Hər bir şeylərini eləyiblər. İnsan bəzən baxır, ümidsizliyə düşür. Necə olacaq ki, o da o cənnətə girəcək, filankəs də o cənnətə girəcək. İnsan bəzən düşünür və bir qorxu gəlir içərisinə. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm o səbir günlərini xəbər verib. O imanı əldə qorumağın közü, imanı əldə tutmağın közü əldə tutmağa bənzətdiyi dönəm Allah həm doğrusunu bilməklə bərabər bütün şərlər bax bu dönəmdədir. Və bu dönəmdə insan nəfsini boğur, düzdür? Bütün şəhvətlərdən özünü qoruyur, bütün münkərdən özünü qoruyur. Elə bir dönəmdəyik ki, sən insanlara deyəndə ki, gəl Allaha qulluq elə, başına gəlməyən şey qalmır. Sən insanlara deyəndə ki, sənin həyatında ancaq və ancaq sözü deyən aləmlərin Rəbbi olan Allah olmalıdır, başına gəlməyən şey qalmır. Təsəvvür edirsən, bir kəlmə, bir söz, bir inanc, bir etiqad insanın başına nələr gətirir bu dönəmdə və qarşında sənin bu sözün qarşılığında yüzlərlə şər var, yüzlərlə mundarlıq var, fəqət həmin o mundarlıq rahat bir şəkildə mundarlığını yayır, rahat bir şəkildə şirkini yayır, rahat bir şəkildə fasiqliyini yayır. Hər bir şeyini rahat bir formada eləyə bilir və ona görə bu günlər səbir günləridir. Allahdan yardım istəməyimiz gerəkən günlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu müjdəsinə nail olmaq günləridir ki, bu günlərdə dinə hizmət eləyən, bu günlərdə tövhidi izhar eləyən, bu günlərdə Allahın haqqını insanlara çatdıran və bundan çəkinməyən insanlar ümid edilir ki, Allah subhanahu wa ta'ala'nın bu vədinə, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu vədinə nail olub ulaşmış olsunlar ki, həqiqətən də onların etmiş olduğu 50 adamın etmiş olduğu əcrə Allah Azza və Cəllə bu dönəmin insanlarını çatdırsın. Çünki onlar həqiqətən də bizdən çox-çox irəlidə məsələyə başlamış, xeyrə çatmış insanlardır. Və dedik ki, bu şəkildə məsələmizin özəti, xülasəsi budur. Niyə cahiliyyəni biləcəyik? Cahiliyyəni bilmək bizə nə qatacaq? Cahiliyyəni insanlara, gənclərə yaşatmayacaq dedik. Onlara amma o cahiliyyəni göstərəcəyik. Bu zorlu günlərin, bu çətinlik günlərində ümidsizliyi insanlara aşılamayacağımızı öyrətdik. İnsanlara ümid aşılayacağıq. İnsanlara həm bu dünyanın ümidini verəcəyik, həm də axirət ümidini verəcəyik ki, Allah subhanahu wa ta'ala həm bu dünyada, həm də axirətdə iman edən, öz nəfslərini qoruyan, öz nəfslərinə Allahın hədlərini qoruyan insanlara Allah Azza və Cəllənin verəcəyi mükafatı insanlara bildirib, bu şəkildə dəvətimizi aparacağıq və bu dərsdə yenə öyrəndiyimiz şeylərdən birisi həniflik necə pozuldu, insanlar həniflikdən necə şirkə düşdülər və bu məsələləri bilməyin bizə faydası da o olacaq ki, eyni zamanda biz biləcəyik ki, bəzi şeylər var ki, onların qapısı bağlanmalıdır, insanların önündə bu şeyləri açmaq olmaz, şirkin, küfrün, haramın, bidətin önü görüldü mü, işığı görüldü mü o qapını bağlamaq lazımdır. Eyni zamanda bunu öyrənmiş olduq. Bu dərslə bağlı bu qədər sualı olan, sual vermək istəyən mövzumuzla bağlı buyura bilərik. Orada özünüz başlıqları tutub faydaları çıxardarsınız inşallah. Gələn dərsin tapşırığı sadəcə bu dərsdən anladığınız faydalar nədir onu çıxardarsınız inşallah kifayət edər. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını öyrənmək, tarixi öyrənmək, siyəri öyrənmək bizə nələr qatacaq? Və orada sonda iki tapşırıq vermişdim. İnşallah birinci tapşırıqdan başlayaq. Birinci tapşırığımız oydu ki, elə bir nas gətirəcəksiniz ki, onun nasın zahiri başqadır, lakin içinə girdiyin zaman, təfsilatına baxdığın zaman tamamilə ayrı cür bir məna ortaya çıxmış olsun. Bunun da səbəbi, bunun bizə qatacağı fayda odur ki, zahirən görmüş olduğumuz naslarda tələsmədən, qərar verməyə tələsmədən onu əhlinə aparmağı bizə öyrədəcək. İndi kim hazırlayıb, inşallah bir-bir başlayaq.
Salam aleyküm. Buyur qardaş, buyur Abamar. Bəqərə surəsi 95-ci ayədə Allah s.ə.v buyurur, iman edən və imanlarında heç zülüm qarışdırmayanlar, gerçək anlamda hidayət üzrə olanlardır. Bu ayət nazil olanda sahabələr narahat olurlar, belə ki, Allahın Rasulü, yəni biz hər zaman ümumən zülm edirikdə, bu bizə də aiddir. Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, yox, bu ayə şirk edənlərə aiddir. Loğman surəsindən ayət oxuyur. Onun hansı ki, Loğman aleyhissalam oğluna deyir ki, ey oğlum, Allah'a ortak koşma, şirk koşma, bu ən böyük zülm. Maşallah. Yəni burada ayətin zahirində zülm, ümumi zülm kimi başa düşülə bilər, amma zülm orada şirkdən bəs olunur. Əhsəntə, maşallah. Bir budur inşallah. Tamam. İkinci ayət də var, Kəhf surəsi 16-cı ayət. Orada Allah Azze ve Celle buyuruyor ki, Əshab-ı Kəhf fəfəşəfəvən, madem ki onları da Allah'ın dışında ibadet ettiklerinizi terk ettiniz, onlardan ayrılın ve mağaralara salın ki Rabbinizin rəhmətinə qoşulasınız. Və Rabbiniz sizin işlərinizi kolaylaşdırsın, asanlaşdırsın. Burada yəni hər iman edən küfür şirkətindən ayrılıb da mağaralara sığınmaq məsələsi deyil, sadəcə küfürdən, şirkdən, haramlardan uzaq olmaq məsələsidir. Yəni Tamam. təfsir olaraq belə gəlir. Tamam. Əhsən, maşallah. Gözəl. Bax ki, əməllər niyyətlərə görədir. Bu, misal üçün, hədis olaraq, misal üçün, bunu başa düşmək olar ki, misal üçün, insan günah eləsin, misal üçün, adını qoysun ki, mənim niyyətim burada yaxşı şeydir, amma misal üçün, o məqbul olmayacaq belə məsələdə. Hələ o şey qeyd etmişdim, əl-fitnə dəşəddü minəl qətl. Olsun, təkrar olmanda bir şey yoxdur, yəni, problem yoxdur. Onu mən qeyd etmişdim. Hətta belə üçün nəqs sorusunda dedim ki, xırda bir şeydir, demədim, onu qeyd etmişdim. Başqa? Burada şey qeyd etmişim, Taha surəsi 124-cü ayə. Tərcümədə belə gəlir ki, kim mənim zikrimdən çevirsə, dünyada ona çətin bir həyat, axirətdə isə kör olaraq həşr olunanlar. Bəqərə surəsi inşallah neçənci ayədir? Əvvəlinə inşallah ya 11-ci ya da 12-ci ayəsidir. Onlar karlal və kördürlər. Yəni orada əsl karlal, kör olmaq karlal nəzərdə tutulmur. Əslində onların gözləri var, amma görmürlər, qulaqları var, eşitmirlər, qəlbləri var, həmçinin hiss etmirlər. Tamam, Xalid buyur. Hocam, mən burada Nur surəsi 3-cü ayəni qeyd eləmişəm. Deməli, tərcümədə zinakar kişilər ancaq zinakar və müşrik qadınlarla evlənə bilər. Zinakar qadınlar da yalnız zinakar və ya müşrik kişilərə ərə gedə bilər. Bu möminlərə haram edilmişdir. Burada hocam bir şey oxudum mən. Doğrusunu Allah bilər, özüm də tam bura isabət edəcək eləməyəcəyini dəqiq bilmirəm. Burada İbn Qayyim deyir ki, deməli ayətdə ya əmrdirsə, daha doğrusu Allah Azze ve Celle'nin əmridirsə bu, ya kişi bunu qəbul edir, qəbul eləmir, müşrik olur. Allahın ayətini qəbul eləmədiyinə görə. Və yaxud da bunu qəbul eləyərəkdən Allahın haram buyurduğunu etdiyinə görə o nikahda keçərli olmadığına görə zina olur. Ya müşrik kişilərlə adam qəbul eləmədiyinə görə müşrik olduğuna görə onunla da deyir ancaq müşrik qadınlar evlənə bilər. Burada ayətin bu hissəsi burada keçir. Yəni müşrik kişilərlə müşrik qadınlar. Digər hissədə deyir ki, əgər qəbul edərsə belə ayəti, orada Allahın haram buyurduğunu etdiyinə görə zina üzrə olur. Bunların nikahı deyir keçərli olmur. Zina üzrə olur. Zinakar kişilərdə zinakar qadın hissəsində bu. Tövbə surəsinin 5-ci ayəti, müşrikləri harda görürsünüzsə görün, öldürün. Bunu qeyd etmişəm. Allah Azze ve Celle Hicr surəsində deyir ki, sizdən geridə duranları və önə keçənləri Allah Azze ve Celle ən gözəl şəkildə bilir. Amma bu məsələnin təfsirinə baxanda, ayətin təfsirinə baxanda, məsələnin cihadla heç bir əlaqəsi olmadığını görürük. Təfsirində gəlir ki, bu ayətin təfsiri olaraq gətirirlər ki, bir qadın olur, məscidə gəldikdə namaz qılmağa, bəzi sahabələr bunun fitnəsindən qorxaraq qabaq safları qaçırlar ki, o qadını görməsinlər. Bəziləri isə geridə dururlar ki, rükü etdikdə qolların altında o qadını görsünlər və təfsirçilər bəziləri bu ayətin ona görə indiyini bildirirlər. Yəni cihadla heç bir əlaqəsi olmadığını qeyd edirlər.
İkincisi isə yenə cihadla bağlı olan bir ayətdir ki, Allah Subhanahu teala Məkkədə Allah Azza və Cəllə Muhammed sallallahu əleyhi və səlləmə endirdiyi ayətdə, vəhiydə deyir ki, onlara qarşı cihad et. Məkkədə bundan sonra illərlə yaşamasına baxmayaraq Allah Resulü Aleyhisselatü Vesselam müşriklərdən bir dəfə belə olsun cihad etməmişdir. Məkkəyə getdikdən sonra bunların arasında bəlli bir cihad olmuşdur. Amma oradakı ilk ayətin endiyi, Məkkədəki ayətin endiyi cihaddakı qəsd isə onlara qarşı Quranla, elmlə, bilgi ilə cihad etməli qəsd olunur. Belə anlamışam. Allah Azza və Cəllədən doğru. Tam güzel. Allah həmd olsun. Habətli olan da var, isabətli olmayan da var. Amma həmən bu üç qardaşın zikr etmiş olduğu şey həmən içərisində xəta olmadan isabət etdilər. İndi bunun əsas amacımız burada, məqsədimiz, qayəmiz nə idi? Qayə burada oydu ki, nas gördüyümüz zaman ayə və yaxud da hədis, həmin o ayə, hədisin zahirdə olan, bizə oxuduğumuz zaman başa düşdüyümüz şey tamamilə fərqli bir şey ola bilər. Fəqət ayətin içəriyi tamamilə başqa bir şey ola bilər. Baxın, bununla bağlı məsələn, mən sizə bir qissə deyim, sahabə dönəmindən olan bir şey. Gəldilər sahabələrin yanına, kafirlər, dedilər ki, siz necə ola bilər ki, Allah Subhanahu wa Ta'ala'nın öldürmüş olduğu heyvanları yemirsiniz, amma özünüz öz əlinizlə kəsmiş olduğunuz heyvanları yeyirsiniz. Şübhə atdılar. Yəni Allah öz öldürdüyünü, yəni Allahın təqdiri ilə ölmüş heyvanları yemirsiniz, amma özünüz Bismillah deyib kəsdiyiniz zaman yeyirsiniz. Sahabə şübhəyə düşdü. Allah Azza və Cəllə ayə nazil etdi. Bizə nə olub ki, Allahın adı üzərində kəsilən heyvanlardan yemirsiniz. Bu məsələni, bu günləri məsələn, ayətin zahirinə baxdığımız zaman belə bir anlayış ortaya çıxa bilir. Nə olursa olsun, Bismillah deyilib kəsilən heyvanlar hamısı yeyilir. Fəqət cümhur alimlər bunu belə başa düşməyiblər. Deyiblər ki, ayətin zahiri bunu gərəkdirir. Yəni, kim Bismillah deyirsə, o ət yeyilməlidir. Fəqət ayətin içəriyinə girdiyimiz zaman tamamilə başqa bir məsələdən bəhs etdiyini görürük və bunun kimi. Yəni, Nas'a baxdığımız zaman, yəni bizim əlimizdə bir Nas var, dəlil var, fəqət ola bilsin ki, o dəlil bizim anladığımız üzərə deyil, zahirən gördüyümüz üzərə deyil. O zaman nə edəcəyik? O zaman Allahın dediyi kimi, bilmirsinizsə, zikr əhlindən soruşun. Ona görə bu bizə böyük bir fayda qatmış olacaq. İkinci tapşırıq buydu ki, Allah Resulü Aleyhisselatü Vesselam'ın dönəmindən zorluq dönəmlərinə bir misal və o zorluq dönəmində Allah Resulü o işin içərisindən necə çıxır? Hədis qeyd etmişəm. Birinci Xəndəq döyüşündən Cəbir ibn Abdullah radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədis danışır. Xəndəq qazarkən biz çox ac idik, qarnımıza daş bağlamışdıq. Peyğəmbər sallallahu aleyhi ve sellem də az idi və qarnına 2 daş bağlamışdı. Allah Resulü sallallahu aleyhi ve sellem Taifdə daşqalaq oldu. Ən çətin vaxtlarından biri. Sonra 3 illik boykot dönəmi yaşadılar. Tamam. Sonra Yahudi qadın hər dəfə Allah Resulü keçəndə misal üçün başına zibil atmadı. Tamam. Bir də Allah Resulü sallallahu aleyhi ve sellem Məkkədə namaz qıldığı vaxtı gətirib onun səzdə vaxtı belinə dəvə içkənbəsi qoymaqları. Tamam. Mən Hudeybiyyəni qeyd eləmişəm. Ümumi olaraq həm Rasulullah sallallahu əleyhi və səlləm həm də ki səhabə üçün çətin olan bir vaxtdır. Hansı ki Mədinədən Məkkəyə ayaqla gəlirlər, öz vətənlərinə qayıdırlar, həmçinin ümrə eləmək niyyəti ilə, qurban kəsmək niyyəti ilə o şəkildə. Amma yəni yarı yolda indi hamı bilir qardaşlar, mən uzanmaq istəmirəm. Yarı yolda amma bu müşriklərlə olan müqavilə əsasında hətta sahabələrin birinin müşriklərə qaytarılması, sonra Suheyl bin Amrın Allah Rasuluna, Allahın Rasulü sözünü sildirməsi, onun yerinə Muhammed ibn Abdullah yazdırması və s. Yəni bunlar ümumi olaraq burada çətinliklər çoxdur, amma yəni Peyğəmbər sallallahu əleyhi və səlləm də, həmçinin sahabə də buna belə deyim də maksimum dərəcədə dözməyə çalışmışlar. Bu da bir imtahandır və Allah da öz ayəsində yəni bu çətin görünən bir məsələni buna baxmayaraq ayədə də fəth olaraq nazil edib. Yəni bu şəkildə. Elhamdülillah. Başqa? Abu Ömər, sən demək istəyirdin deyəsən. Bismillah. Mən buna 2 dənə misal çəkmək istəyirəm. 2 məsələdə. Birincisi hicrət məsələsində Allah Resulü sallallahu aleyhi ve sellem deməli, müsəlmanların çətin durumunda birinci Həbəşistana hicrət etmələri. Yəni bunu inşallah seçib, bunu metodu seçib. Axırda 13 ilin
sonunda, yəni dəvətinin Məkkədə gəldiyi 13-cü ilin sonunda da ən böyük hicrət olan artıq sıxışdığı vaxt müsəlmanlar Mədinə artıq hicrətə hazırdır və Mədinəyə hicrət edir. Yəni 2 hicrət və sonra da bu savaşında müsəlmanlar uduzduqdan sonra, yenilgiyə uğradıqdan sonra qayıdırlar geri, amma o vəziyyətdə Allah Rasulü sallallahu aleyhi ve sellem müşriklərə qarşı yenidən savaşa çıxır. Yəni geri durmur. Həmən çətinliyi anında, çətinliyə baxmayaraq yenə müşriklərin üzərinə gedir. Elhamdülillah, bu da bir misal. Gözəl. Başqa? Mən artıra bilirəm, yoxsa yox? Yox, digər qardaşlar desin, vaxt getməsin inşallah. Çətinlik anında Allah Rəsulü sallallahu aleyhi və səlləm o hansı ki Yasir ailəsinə zülm verirlər gözünün qarşısında. Orada nə deyir Allah Rəsulü sallallahu aleyhi və səlləm? Səbr edin, sizin üçün cənnət vardır. Yəni mən çətinlik anında həqiqətən ən böyük şeyi səbirdə görürəm. Yəni mən belə başa düşürəm Allahın izniyle. Gözəl, gözəl. Xədicə anamızın eyni vaxtda vəfatı Allah Rasulunun sallallahu aleyhi ve sellem böyük üzünə səbəb olur. Bir də Uhud döyüşündə Həmzə radiyallahu anh'ın şəhidliyi. Gözəl. O zaman mən deyə bilərəm. Buyur, buyur. O zaman bu övlad, Allah Rasulü s.ə.v-in övladlarının vəfatı, yəni özəllərindən övladlarının dəfn eləməsi. Burada elə bil ki, 3 oğlan övladının ardarda kiçik yaşlarında dünyalarını dəyişir, onları dəfn edir. Ən çox üzüldüyü İbrahimin dünyasını dəyişəndə, onu dəfn eləməyə gedəndə oğlunu qucaqlayıb ağlayır. Sahabə də bundan çox təəccüblənir. Çünki deyir, Allah Rasulü s.ə.v çox nadir hallarda ağlayarmış. Peyğəmbər s.ə.v deyir ki, gözdən yaş tökülər, qəlb kədərlənər, lakin yalnız Allahın razı olduqlarını deyərik. Ey İbrahim, səni itirdiyimiz, itirməyimiz bizi kədərləndirir. Allah Rasulü orada səbrindən məsələ gedir ki, yəni nə olur olsun, Allahın rızasından kənar heç bir şey deməmək lazımdır bu örnək olaraq. Əhsən, maşallah. Fəqət bu günlərin içərisində sizin saydıqlarınız bizə 2 şeyi göstərdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin səbri, məsələlər qarşısında onun necə soyuq dayanması, Allahdan yardım istəməsi, sıxılmağına, daralmağına rəğmən səbr etməsi. İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin məsələlər qarşısında Allah azza və cəllənin istədiyi kimi addım atıb, Allahın əmrini gözləməsi, Allah azza və cəllənin əmrinin xaricinə çıxmaması, bu şeylər bizə bu yerdə, bu məqamda bunu öyrədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zorlu günlərində necə bir addım atıb. Bu qədər. Və axiru davana elhamdülillahi rabbil alemin.